Hazırda ölkəmizdə fəaliyyət göstərən istixana komplekslərində əsasən pomidor, xiyar, biber, badımcan, çiyələk və daha bir neçə adda kənd təsərrüfatı məhsulu becərilir. Dövlət tərəfindən özəl sektora göstərilən dəstək müasir texnologiyalarla təchiz olunan təsərrüfatlarda istehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı xarici ölkələrə də ixrac olunur. 2026-2030-cu illərə aid edən dövlət proqramında da yeni istixana sahələrinin salınmasına xüsusi diqqət ayrılıb. İstixana kompleksləri bugün bizim 1500 hektar əhatə edən istixanalarımız var. 500 hektar əlavə olunmalıdır. Və burada da əlbəttə ki, ilk növbədə özəl sektorun fəaliyyətinə biz arxalanırıq. Yeni dövlət proqramında kənd təsərrüfatının inkişafı istiqamətində prioritet məsələlərdən biri də ölkədə fəaliyyət göstərən istixana komplekslərinin ərazisinin genişləndirilməsidir. Bu addım məhsul istehsalının artırılmasına, daxili bazarın daha etibarlı təmin olunmasına və ixrac potensialının gücləndirilməsinə xidmət edəcək. Yeni dövlət proqramında təkcə istixana komplekslərində məhsuldarlığın artırılması deyil, eyni zamanda onların əhatə etdiyi sahələrin genişləndirilməsi də planlaşdırılır. Bu istiqamətdə mövcud istixana komplekslərinin əraziləri ilə yanaşı yeni sahələrin yaradılması da planlaşdırılır. Hazırda ölkədə fəaliyyət göstərən 1500 hektardan artıq istixana kompleksləri daxili bazarın tələbatının ödənilməsində mühüm rol oynayır. Ölkədəki istixana komplekslərin yarıdan çoxu Bakı və ətraf ərazilərdə cəmləşib, yerli bazarın təmin edilməsində mühüm paya malik olan bu təsərrüfatlar eyni zamanda öz məhsullarını xarici ölkələrə də ixrac edirlər. Hazırda olduğum bu kompleksin ərazisi 32 hektar, illik ixrac gücü isə 10.000 tondur. İstehsalımızın əsas gücü xarici bazardır. 80% ixraca gedir məhsullar, 20% daxili bazarda olur. Bu proqram əsasında düşünürəm ki, biz də Greentech evimiz olaraq bu sahəyə öz dəstəyimizi göstərəcək və sahələrin daha da genişləndirilməsi üçün öz dəstəyimizi, öz işimizi göstərəcək. Kənd Təsərrüfatı naziri Məzrun Məmmədovun sözlərinə görə yeni dövlət proqramında aqrar sahənin digər istiqamətləri ilə yanaşı müasir istixana komplekslərinin yaradılması və mövcud istixana təsərrüfatlarının genişləndirilməsi də nəzərdə tutulur. Ölkə üzrə 500 hektar artırılması nəzərdə tutulur növbəti 2030-cu ilin sonuna qədər və yəqin ki, Bakı ətrafında da bu tipli layihələr, müasir istixana layihələri olduqca da biz orada dəstək olacağıq. İqtisadçılar bu qənaətdədir ki, istixana komplekslərinin genişləndirilməsi həm ölkənin ərzaq təhlükəsizliyi, həm də ixracının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Həm məhsulluğun təmin edilməsi, həm ixracın genişləndirilməsi, həm daxili bazarda məhsul bolluğunun yaradılması, iş yerlərinin təmini baxımından, kənd təsərrüfatı məhsulunun istehsalı baxımından istixanaların genişləndirilməsinin məqsəd yönlüdür. Amma bir şey nəzərə almalıyıq ki, bu istixanalar böyük investisiya tələb eləyir. Yəni bu sahədə dövlətin dəstəyinə yəqin ki, ehtiyac duyulacaq. Çünki bu təsərrüfatlar yalnız yerli bazarı məhsulla təmin etmir. Eyni zamanda istehsal olunan məhsulların əhəmiyyətli hissəsini xarici ölkələrə ixrac edərək ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. 2026-30-cu illər proqramında istixanaların əhatə dairəsi 1500 hektardan 2000 hektara qədər artırmağı planlaşdırır. Bunu da 122 hektarın işğaldan yeni azad olunmuş ərazilərimizə təmin ediləcək. Ümumi 250 hektar yeni istixanalar salınacaq, ərazidə yeni istixanalar. 250 hektarda isə modernləşdirmə həyata keçiriləcək. Hazırda ölkəmizdə istixanalarda yetişdirilən məhsullar əsasən Rusiya bazarına ixrac olunur. Bununla yanaşı Azərbaycan istehsal olunan pomidor, xiyar və digər istixana məhsulları Orta Asiya ölkələrinə, eləcə də bir sıra Avropa dövlətlərinə göndərilir. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.